Bizdə belə bir sual verilib. Sualda deyilir ki, ABCD rombunda DY DC'ye perpendikulyardır. Yəni bu hissə 90 dərəcədir. AY parçası 5-ə bərabərdir. Qeyd eləyək. AY 5-dir. Daha sonra YS 13'tür. Bu hissə hamısı bir yerdə 13 verilib. Daha sonra SABCD sahəni bizdən tələb edir. Nə edirik uşaqlar? İlk öncə verilən bu rombun BD diaqonalını da çəkirik. Baxın bu şəkildə diaqonalını çəkdik. Və mən bilirəm ki, rombun diaqonalları bir-birinə nədir? Perpendikulyardır. Düzbucaq altında kəsişir. Və eyni zamanda bilirəm ki, diaqonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünürlər. O zaman nə edirəm? Bu bütün diaqonalın 18 olduğunu bilirəm. Kəsişmə nöqtəsində necə bölünər? 9, 9 kimi 2 bərabər hissəyə bölünər. Yəni mənim bu hissəm 9-a bərabər olar və eyni ilə bu hissə də 9-a bərabər olar. İndi bura yazdım 9. Bu hissəyə nə yazaram? 4 yazaram ki 5 plus 4 9 eləsin. Daha sonra nə əldə edirəm? Burada belə bir düzbucaqlı üçbucağım var. Bu üçbucağın. Və bu üçbucağın hündürlüyü hər hansı bir h-dır. Baxın bu hündürlüyünə h deyirəm. Və düzbucaqlı üçbucaqda məndə belə bir düzbucaqlı üçbucaq olsa və buradan h çəkilsə, bura n olsa, burada h-sa, h kvadrat nə idi? N vur n idi. Bu düsturu bura tətbiq eləsəm, mən alıram ki, h kvadrat bərabərdir, 4-ün 9-u hasilinə, yəni 36-ya və h-mı tapıram 6. H nə oldu bizdə? 6 oldu. Gətirib h-ın yerinə yazaram 6. O zaman diaqonallar yarıya bölünürsə, burada 6-dır. Diaqonallar məlumdur onda. Birinci diaqonalım 18 idi. Bura 5, ümumi 13, 18. İkinci D2 diaqonalım da məlumdur. 6 plus 6, 12-yə. Bəs bizdə rombun sahəsi nə idi? Diaqonalları hasilinin yarısı. Onda 18-i vuraram 12-yə. Bölərəm 2-yə. Bu bizə sahəni verər. Yəni 9 vur 12, 108.